Marneolin İdman Məktəbinin komandası Braziliyanın Jiu-Jitsu idman növü üzrə şəhər çempionatında iştirak etdi. İdmançılar İmran Məmmədov və Raul İsmailov Tbilisidə keçirilən yarışda uğurla çıxış ediblər. Komandanın gələcək məqsədi daha çox yeniyetməni idman zalına cəlb etmək və sağlam həyat tərzini təbliğ etməkdir. Ayın 31'inde keçirildi Gürcistan çempionatı Braziliya Jiu-Jitsu üzrə və biz də qatıldıq o yarışa. İmran Məmmədov ikinci yer kazandı və Raul İsmailov üçüncü yer kazandı bu yarışda. Hər il bu yarış keçirilir. İnşallah gələn il ikisi də birinci yer alırlar, çempion olarlar və daha çox nailiyyətlərə layiq olarlar. Dünya çempionatlarına və Avropa çempionatlarına. Mən İmran Məmmədovam, 25 yaşım var, 15 yaşından Jiu-Jitsu üzrə məşq edirəm. Uzun zamandır bu idmanla hazırlaşıram. İndi Gürcistan çempionatı keçirildi, 2 qarşılaşmam oldu. Birinə qalib gəldim, ikinci qarşılaşmada rəqibim çox təcrübəli və güclü idi. Daha çox əmək qoyaraq gələn dəfə çempion olacağam.